Salam əziz uşaqlar. Bugün 5-8 güvən test toplusundan sizlərə feil bölməsinin izahını verəcəm. Başlayaq. Test 1. İsim və feil kimi işlənən sözləri seçin. Burada görüş və gülüş sözlərdir. Biri var deyirsən ki, bu görüş baş tutmadı isim kimi. Bir də var deyirsən ki, get dostunla görüş, nə et. Burada olacaq feil. Deyirsən ki, körpənin üzündə gözəl bir gülüş vardı, isim, bir də gülüşmək feili kimi. Lakin salamlaşla hazırlaş ancaq feil kimi iştirak eləyir. Ona görə olacaq cavab D variantı 1-3. 2. Biri mürəkkəb feil deyil. Burada kömək etmək, qəbul olmaq, yaza bilmək mürəkkəb feildir. Gəl isə isimdir. 3. Feillərdən birini quruluşca həm sadə, həm də düzəltmə, düşünmək olmaz. Bunu bir dəfə nə etdi sualını verin, bir dəfə də nə edirdi sualını. Əgər ikisində də tutdusa, deməli həmin feil iki cürə işlənir. Məsələn, deyirik ki, Əli Gülayı qaçırdı. Nə etdi? Qaçırdı. Burada nə etdi sualını verdiksə, burada leksik şəkilcidir. Bir də deyirəm, Gülay yol ilə qaçırdı. Nə edirdi? Burada da fikir verirsinizmi? Nə edirdi sualına cavab verir. Bu zaman olacaq indiki zaman və qrammatik şəkilçi olacaqdır. Nə etdi sualına cavab verəndə şuhudi keçmiş zamanda olur, leksik. Nə edirdi sualına cavab verəndə isə indiki zaman olur, hissəcik olur orada. Yaxalamaq sözü əgər tutmaq mənasındadırsa, kimisə tutmaq, o zaman olacaq düzəltmə, yaxa sözün kökü, lad olacaq leksik şəkilci. Amma qabları yaxalamaq, yumaq mənasında isə olacaq sadə. Köçürdü sözündə də deyirəm ki, Əli yazını köçürdü. Nə etdi? Köçürdü. Bu olacaq keçmiş zamanda, burada leksik şəkilci, dirək keçmiş zaman şəkilci. Amma desəm, onlar artıq buradan köçürdü, nə edirdi? Köç mənasında, o da olacaq onda indiki zamanda hissəcik və qrammatik şəkilci olacaq orada. 4. Sifətdən düzələn feilləri seçin. Sifətdən düzələn feillər ağardı, qocaldı. 1-3 olacaq. Kədərlənmək, ağıllanmaq, daşlaşmaq, bunlar isimdən düzələn feillərdir. 5. Cümlələrin birində inkarda olan feil işlənmişdir. İnkarda olan feil mamə inkar adatından düzəlir. O da olacaq D variantında dadı damağımdan getmir. 6. Feildən düzəlmiş feil işlənmiş cümlə hansıdır? Sözün nədən düzəldiyini bilmək üçün sonuncu leksik şəkilçidən əvvələ baxırıq. Burada toplaşmışdı sözündə, toplaşdı sözündə. Top sözün köküdür. Topdan toplamaq, toplamaqdan toplaşmaq yaranır. Deməli, burada A variantı olacaq cavab. Digərlərinə də baxaq. Həyəcanlandıq sözündə həyəcan sözün köküdür. Lan burada parçalanmır, çünki həyəcanlamaq sözü yoxdur. Ona görə lan bütövlükdə leksik şəkilçi olur. İsimdən feil yaranır. C-də də sevda hər gün öz otağını təmizləyir feilində. Təmiz sözün sifətdir, sifətdən feil əmələ gətirib. Ucalırdı sözündə uca sifətindən ucalmaq feili əmələ gəlib. Ona görə olacaq altda cavab A variantı. 7. Hansı cümlədə yoxlama sözü feil kimi işlənib? Əgər inkar mənasındadırsa, bu zaman olacaq feil. Amma inkarlıq yoxdursa, onda olacaq isim. Və orada inkar olanda qrammatik şəkilçi olacaq. Amma isim kimi olanda leksik şəkilçi olacaq. Bax, A-da deyir, yoxlama aparıldı. Nə aparıldı? Burada yoxlamaqdan yoxlama əmələ gəlir, isimdir. Yoxlama sözü yenə burada isimdir. Əziyyət çəkib yoxlama. Görsən, burada inkar eləyir. Olacaq, deməli, feil kimi inkarda işlənən söz. Mən yoxlamadan uğurla keçdim, bu isə yenə isimdir. 8. Biri düzəltmə feildir. Yarışmaq, bitirmək, kiçilmək, oturmaq. Burada təbii ki, sözün ümumiyyətlə nədən yarandığını, düzəltmə olduğunu bilmək üçün sözlə kök arasında müəyyən bir bağlılıq olmalıdır. Yarla yarış arasında bir bağlılıq varmı? Xeyr. Və yaxud kiçiklə kiçilmək arasında, otla oturmaq arasında görürsünüz ki, bunlar
Hecadakı şəkilçilərdir. Əstəğfurullah. Sözün tərkibindəki hecalardır. Ona görə bunlar düzəltmə deyil. Bitirmək sözündə isə bunu da yenə iki cür düşünə bilərsiniz. Deyirsiniz ki, bağçamızda əvvəllər gözəl lalələr bitirdi. Nə edirdi? Bir də deyirəm ki, o bağçada gözəl lalə bitirdi. Nə etdi? Bu zaman olacaq düzəltmə. 9. Mənimsəmək feili hansı nitq hissəsindən düzəlmişdir? Əvəzlikdə təbii ki, mən şəxs əvəzliyinə imsə şəkilçisini artırmaqla mənimsə feili yaranıb. 10. Feildən düzələn feillər cərgəsini. Qaralmaq sifətdən düzəlib, qaralmaq, ağarmaq, göyərmək. B-də açdan açıl, deməkdən deyil, görməkdən görüş, elə olacaq B variantı. Digər variantlar isə ağıllanmaq isimləndir, lovğalanmaq yenə isimləndir, qarşılaşmaq, qarşı tərəf sifət, birləşmək bir sayından, azalmaq az sayından, dincəlmək dinc sifətinə yaranıb. Ona görə olacaq cavabımız B variantı. 11. Klasterdir tamamlayan. Təsdiq və inkarda olur feil. Şəxsi əhəmiyyətə görə dəyişir. Qrammatik məna növlərinə görə dəyişir və olacaq A variantı zamana görə dəyişmək. B-də hərəkətin tərzinin yerini bildirir. Bu zərfdir. Konkret mücərrəd olur isimdir. Müqayisə dərəcələrinə görə dəyişir. Bu da sifətdir. 12. Hansı cümlədə altından xətt çəkilmiş söz inkarlıq şəkilçisi qəbul etməmişdir? Yenicə aldığımız dondurma əriyirdi. Nə? Dondurma. Donmaq, dondurmaq, dondurmadan isə yediyiniz dondurma, marojna dediyiniz dondurma adına olur. Deməli, olacaq elə A variantı. Digərlərinə də baxaq. Sirrini dostuna demə. Nə etmək? Görsən, inkarlıq bildirir. Çəkməyəsən, burada da inkardır. Əti soyucuda saxlayıb dondurma. Nə etmə? Burada da inkarlıq bildirir. Bu nüansı da deyim, uşaqlar. Ümumiyyətlə, ma inkarlıq ədatı, ma inkar şəkilçisi burada vurğu qəbul etmir. Fikir verirsinizmi? Dondurma əriyirdi, bir də dondurma əriyirdi. Vurğu sona düşür. Amma desəm, əti dondurma. Vurğu ikinci hecəyə düşür. Ma hecəsi vurğu qəbul etmir. Bununla da müəyyənləşdirə bilərsiniz. 13. Hansı atalar sözündəki feillərin hamısı quruluşca düzəltmədir? A-da əkiblər görürük ki, ip keçmiş zaman şəkilçisidir, qrammatikdir. B-də danışmaq ümumiyyətlə sadədir. C-də yayda işlə, qışda dişlə. Burada işdən işləmək, dişdən dişləmək əmələ gəlir. C variantı doğrudur. D-da deməsən gəlməz, bunlar sadə feillərdir. 14. Məgər bu qalanı almağa bizim gücümüz çatmayacaq cümləsində feillərin hər ikisinə aid olan doğru fikri göstərin. Təsdiqdə olmaq, xeyr, inkardadır, ma inkar ədatı var. Başlanğıc formada olmaq, xeyr, başlanğıc formada olması üçün feil ya leksik şəkil düzəltmə olmalıdır, ya da sadə olmalıdır. Quruluşca sadə olmaq, bəli, quruluşca sadədir. C variantı. 15. Bəhslərin birində olmaq köməkçi feilini lan şəkilçisi ilə əvəz etmək olar. Gözəl olmaq, gözəllənmək olmur. Şad olmaq, şadlanmaq olur. Yaxşı olmaq, yaxşılanmaq olmur. Dost olmaq, dostlanmaq. Deməli, şadlanmaq C variantına aiddir. 16. Sözlərdən biri düzəltmə isim və sadə feil kimi düşünülə bilməz. Deyirsən, dondurma yedim, bir də dondurma, bölmə əməli, bir də almanı ikiyə bölmə, düzəltmə isim, vurma əməli, bir də deyirsən, uşağı vurma, süzmə xoşlayır, bir də deyirsən, əti süzmə. Burada uşaqlar, düzəltmə isim və sadə feil kimi düşünülə bilməz. Burada dördünü də həm isim, həm də feil kimi düşünürük, lakin feil kimi də olanda orada dur şəkilçisi, durdur şəkilçisi, leksik şəkilçidir. Ona görə istəyir isim kimi düşünək onu, istəyir feil kimi düşünək, o düzəltmə olacaqdır. Lakin ma feil kimi düşünəndə qrammatikdir, isim kimi düşünəndə isə leksik olacaq.
belə deyək, isim kimi olanda ki, leksik şəkilçi var, dur, bir də ma şəkilçisi. Amma feil kimi olanda yalnız dur şəkilçisi leksikdir. 17. Uyğunluğu müəyyən etməklə mürəkkəb feillər düzəldin. Saralıb solmaq, utanıb qızarmaq, yığıb yığışdırmaq. Özünüz müəyyən edərsiniz variantı. 18. Hansı cümlədə mürəkkəb feil işlənməmişdir? Sənin də adını siyahıya sala bilərik, gəlib çıxmaq, cəhd eləmək, bunlar mürəkkəb feildir. Olmaq feili əgər yaşamaq, iştirak etmək mənasındadırsa, mövcud olmaq mənasındadır, bu ayrılıqda götürülür. Onun qohumlarının hamısı şəhərdə yaşayır. Amma bu mənalarda olmazsa, özündən əvvəl gələn sözlə birlikdə mürəkkəb feil olur. Məsələn, deyirəm ki, mən artıq müəllim olmuşam. Burada müəllim olmuşam, müəllim yaşamışam, iştirak etmişəm, mövcud olmuşam demək olmur deyə müəllim olmuşam birlikdə gedəcək mürəkkəb feil. Sonra klasser tamamlayın. Həm feil, həm də isim kimi işlənən sözdür. Dondurma, güləş, yanacaq. Bu da olacaq, yenə dayanacaq. Biri var, deyirsən ki, Əli dayanacaqda məni gözlədi. Bir də deyirsən ki, avtobus bu dayanacaqdan sonra dayanacaq. 20. Hansı feil həm təsdiq, həm də inkar feil kimi düşünmək mümkündür? Yumaram sözüdür uşaqlar. Biri var, deyirsiniz ki, gözlərimi yumaram, sən gizlən. Bu olacaq təsdiq. Bir də deyirsən ki, mən adətən üzümü axşamlar yumaram. Bu olacaq inkarda. Mən adətən qabları evdə yumaram. Olacaq inkarda. 21. Hansı cümlədə quruluşca həm düzəltmə, həm də mürəkkəb feil işlənmişdir? Burada A variantı deyilə, açıldı feili düzəltmədir, açmaqdan açılmaq, daxil olmaq da olacaq mürəkkəb feil. B-də tökülmüşdür, yalnız düzəltmədir. C-də keçirildi, yalnız düzəltmədir. D-da da oyanmaq, yalnız sadədir. 22. Hansı cümlədə olmaq feili mürəkkəb feilin tərkib hissəsidir? Bayaq dediyimiz kimi, əgər gördünüz ki, olmaq, yaşamaq, iştirak etmək, mövcud olmaq mənasında deyilsə, özündən əvvəl gələn sözlə birgə olacaq mürəkkəb feil. Bakıdan gələn qonaqlar bizimlə tanış oldular. Deyə bilərsən, tanış iştirak etdi, tanışmı? Yox. Deməli, burada tanış olmaq birlikdə gələcək mürəkkəb feil. İndi o birlərinə baxaq. Sən deyənlərin hamısı oldu, baş verdi. Deyə bildik, bəli. Belə hadisələr tez-tez olur, baş verir, deyə bildik, bəli. Daimgil kənddə olur, daimgil kənddə yaşayır, deyə bildik, bəli. Ümid edirəm ki, başa düşərsiniz. 23. Say və feil kimi işlənə bilən sözlər cərgəsini. Say və feil kimi olacaq. Üzrünü hesab edin. Az, biz deyirsən az kitab, bir də yolunu azmaq. 80, o 80'dir, bir də 80 say. 1000, ata minmək, bir də 1000 sayı. 24, düzəltmə feillərdən birinin kökü əvəzlikdir. Təbii ki, burada olacaq mən əvəzliyindən mənimsəmək feili yaranacaq. Digərləri lovğalan isimdən, gülümsə feildən, birləş saydan yaranır. 25. Las şəkilçisi hansı söz artırıla bilməz? Las şəkilçisi feilə artırıla bilməz. Çünki las şəkilçisi adlara artırılır. Sonra 26. Feilin quruluşca növünü nəzərə alaraq məntiqi ardıcıllığı tamamlayın. Sına, uzaqlaş, gedib gəlmək. Burada deməli sadə, düzəltmə, mürəkkəb feil. Sadə, düzəltmə, biz də mürəkkəbi seçməliyik, danışa bilmək. 26A. 27. Saydan düzələn feillər təbii ki, olacaq birləşməklə, azalmaq, 1, 4. Döyüşmək, döymək feilindən yaranıb, ağarmaq, ağ sifətindən, soyuqlamaq, soyu feilindən yaranıb, soyumaq feilindən. 28. Hansı cümlədə mürəkkəb feil işlənmişdir? A-da quruldu, sadədir. Sən bu hadisənin şahidi olmusan, bayaq dediyimiz nüanslı, bu birlikdə gedəcək. Gülüşdülər, açıldı, bunlar düzəltmədir. 29. Yaradılmışdır feilinin başlanğıc forması. Başlanğıc forma dedik ki, sonuncu leksik şəkilçiyə qədər olan hissədir. Bu da olacaq yaradılmaq.
A variantı. 30. Aşağıdakı feillərdən biri quruluşuna görə digərlərindən fərqlənir. Ağarmaq, ağlaşmaq, ağartmaq düzəltmədir, lakin ağlamaq sadədir. Sonra 31. Hansı cümlədə feil quruluşuna görə mürəkkəb deyil? Şad olduq, bu mürəkkəbdir. Şəhərdə oluruq, şəhərdə yaşayırıq dediyimizə görə bu olacaq sadə. Qəbul etmək, danışa bilmək mürəkkəbdir. 32. Feillərdən birinin quruluşu digərlərindən fərqlidir. Bəzəndi, yazdırdı, görüldü, bunlar düzəltmədir, aparmaq isə sadədir. 33. Feillərdən birinin quruluşu fərqlidir. Tərpədir, isidir, kövrəlir, qurudur. Burada qurudurdu, qurumaqdan qurutmaq əmələ gəlir. C variantı düzəltmədir, amma tərpədirlə isidir, kövrəlir, bunlar sadədir. 34. Biri həm isim, həm də feil kimi işlənə bilmir. Həm isim, həm də feil kimi işlənə bilməyən yazıdır. Oxu dərsi, bir də deyirəm ki, kitabın üstündə olan oxu kitabının adı, qala, qalamaq, bir də qız qalası, inci, incimək, bir də incinin özü, yazı isə ancaq isim kimi olur. Yaz olsaydı, onda fikirləşərdiniz. 35. Hansı cümlədəki feillərin hamısı quruluşca sadədir? A-da sınamaq sadədir, boyamaq sadə, qınamaq sadə ilə A variantı olacaq. Digərləri deməkdən deyil, düşündən düşündür, B-də deyilməklə düşündürmək düzəltmədir, amma düşünmək sadədir. C-də soyunmaq, soyudan soyunmaq olmaz, sadədir. Soyulmaq düzəltmədir, soyumaq isə sadədir. Görüşmək, görülmək, görünmək bunların üçü də düzəltmədir. 36. Mürəkkəb feillərdən birində olmaq köməkçi feilini laş şəkilçi ilə əvəz etmək olar. Dost olmaq, dostlaşmaq deyə bilirsən, elə olacaq A variantı. Amma ağıllı olmaq, ağıllaşmaq, şadlaşmaq, xəstələşmək olmur. Ona görə A variantı. 37. İsimdən düzəlmiş feil işlənmiş cümlə hansıdır? İsimdən düzəlmiş feil işlənmiş cümlə. Toplaş feilində top köküdür, kökü isimdir, amma düzəldiyi nitq hissəsi toplamaqdan toplaş yaranıb. B-də həyəcandan həyəcanlanmaq yaranır, olacaq B variantı. C-də ucalmaq, təmizləmək, bunlar sifətdən yaranır. 38. Sözlərdən birini həm isim, həm də feil kimi düşünmək olmaz. Deyirsən ki, çapar xəbəri gətirdi, o xəbər aparıb gətirənlərə çapar deyilir. Bir də deyirsən ki, o atı yüksək sürətlə çapar. Sürü istər feil olsun, istəyir isim olsun, hər iki mənada olacaq düzəltmə. Kəsir sayı, burada kəsir sayı mənasında bir də var, deyirsən ki, o əti kəsir. Ətir bu ancaq isim kimi olur. Burada həm isim, həm də feil kimi düşünmək olmayan ətir sözüdür. Həmin elə bildim, həm düzəltmə, həm də nədir onun adı? Sadə isim kimi deyir. Deməli, burada elə ətir olacaq ki, o ancaq isim kimi gedir. Digərlərini çapar, kəsir, sürü, feildir. Biri var sürümək, bir də çoxlu qoyunlara sürü deyilir. Kəsir sayı, bir də əti kəsir, çapar da bayaq dedik. 39. Cümlələrin birində inkarda olan feil yoxdur. A-da bilmədin, B-də vermirsən, sonra C-də insanlığı, mərhəməti, ədaləti, həqiqəti bir qərəzə satan oldu. Burada yoxdur. D-da isə açmadığın sözüdür. Olacaq C variantı. 40. Feilin quruluşca növləri nəzərə alaraq məntiqi ardıcılığı davam etdirin. Ağlamaq sadədir. Deməli, biz düzəltməni tapmalıyıq. Sancılmaq, sonra da mürəkkəb A variantı. 41. Hansı cümlədə inkarda işlənmiş feil vardır? İnkarda işlənən feil olacaq qoyası deyil.
ilə A variantı olacaqdır. Digərləri insan deyil, bu ismin inkarıdır, deyil hissəciyinin inkarıdır. Sonra çətin deyil sifətindir. Hələ gec deyil, bu da zərfindir. Ona görə olacaq A variantı. Sonra 42. Düzəltmə feili müəyyən edin. Gözdən gözləmək olur, elə A variantıdır. Sarsılmaq, barışmaq sadədir, xoş olmaq da mürəkkəbdir. 43. Biri mürəkkəb feil deyil. Şəhərdə olmaq, yəni şəhərdə yaşamaq, bu olacaq məsdər birləşməsi, feili birləşmə olacaq. Ona görə C. Olmaq feilini müstəqil leksik mənada işlədir. Mən deyirəm ki, mən Gəncədə çox olmuşam, yəni çox yaşamışam. Sonra və yaxud bu iclas oldu, yəni baş verdi. Düz sifətindən yarana bilən iki feil yazın. Burada da düzləşmək, düzəlmək feilini götürə bilərsiniz. Hələlik uşaqlar digər feilin bölməsini də izah edib yerləşdirəcəm. Sizdən son xahişim, zəhmət olmasa bu izahları yoldaşlarınızla paylaşın. Kanalımıza abunə olun ki, hər dəfə paylaşılan izahlardan xəbərdar olmuş olasınız. Digər yoldaşlarınız da həmçinin faydalanmış olsun. Sağ olun.